Mən Namiq Qasımov 1973-cü ildə Zərdab rayonunun Gəndəbil kəndində anadan olmuşam. Kənd orta məktəbində təhsil aldım, bir müddət kolxozda işlədim. 91-ci ildə Sovet ordusuna hərbi xidmətə çağırıldım. Sovet dövləti dağılandan sonra Azərbaycana qayıtdım, milli orduda xidmətimi davam etdirdim. Qarabağa yollandım, Qubadlı, Zəngilan, Ağdam, Ağcabədi rayonlarında torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. Çavuş hərbi rütbəsi ilə top bateriyasında xidmət edirdim, komandir köməkçisi idim. İlk döyüşüm 91-ci ildə Qubadlı rayonunun Yazı düzündən başladı. Avqust ayına kimi Qubadlıda döyüşdüm. Daha sonra hissəmiz Zəngilana, oradan da Ağdama göndərirdi. Ermənilər Ağcabədinin Qiyaməddinli kəndinə tez-tez hücum edirdilər. 93-cü ilin iyun ayında ilk hücumları oldu, dinc əhalini qətlə yetirdilər, sakinlərin qoyun sürülərini apardılar. Hissəmiz erməniləri geri çəkilməyə məcbur etdi. Düşmənin bir tankını və bir döyüş maşınını, xeyli canlı qüvvəsini məhv etdik. İlin son aylarında da ermənilər Qiyaməddinli istiqamətində hücum təşkil edirdilər. Bu döyüşlərdə də layiq olduqları cavabı alırdılar. Lakin itkilərimiz də olurdu. Dekabr ayının 9-unda mən də torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksəldim.